Salam əziz şagirdlər. Bugünkü dərsimiz 6-cı sinif Azərbaycan dili fənnindən dil qaydasıdır. Biz bu dərsdə İncəsənət adlı 4-cü bölmənin dil qaydalarından biri olan feilin lazım şəklini öyrənəcəyik. Biz bu dərsdə lazım şəklinin hansı xüsusiyyətlər daşıdığını biləcəyik. Gəlin baxaq ki, lazım şəkli nə bildirir? İcra ediləcək işin lazım olduğunu bildirən feil şəklinə feilin lazım şəkli deyilir. Bunların çoxusu elə adına görə, məsələn, lazım şəklidir, demək hərəkətin icrasının lazım olduğunu bildirir, bu formadadır. Şəkilçisi ası əsi şəkilçisidir. Ası əsi iki variantlıdır. Ahəng qanununa tabedir. Milli şəkilçimizdir. Yeni söz yaratmır, o qrammatik şəkilçidir. Lazım şəkli necə formalaşır? Feilin kökü və ya başlanğıc formasının üzərinə ası əsi şəkilçisi gəlir və onun da üzərinə şəxs sonluğu əlavə olunur. Gəlin feillərə diqqət yetirək. Məsələn, yazmaq feilin köküdür. Ası əsi feilin lazım şəklin şəkilçisidir. Y bitişdiricidir, am isə şəxs sonluğudur. Digər feilə baxaq. Qaçmaq sözün köküdür. Ası əsi lazım şəklin şəkilçisidir. San isə şəxs sonluğudur. Birinci feildə birinci şəxs təkinin şəxs sonluğudur. İkincidə isə ikinci şəxsin təkinin şəxs sonluğu işlənmişdir. Gəlin bir feilin lazım şəkli üzrə bütün şəxslərdə işlədək. Məsələn, bil feili. Biləsiyəm, biləsisən, o biləsidir. Biz biləsik, siz biləsizsiz, sının sinizsiz tələffüz olunur. Onlar biləsidirlər formasında işlənir. Lazım şəklində olan feilin inkarı yalnız deyil sözü ilə yaranır. Məhz lazım şəklin digər şəkillərdən də əsas fərqi elə buradadır. Yəni, lazım şəklində olan feilə ma, mə, inkar şəkilçisi əlavə olunmur. Nümunələrə baxaq. Məsələn, axtarmaq sözün köküdür. Ası əsi lazım şəklin şəkilçisidir. Bu isə şəxs sonluğudur. İnkarda işlədəndə axtarmaq sözün köküdür. Ası əsi lazım şəklidir. Deyiləm formasında. Axtarası deyiləm. Burada belə bir məqam var ki, şəxs sonluğu deyil hissəciyindən sonra artırılır və sonra işlədilir. Arzu şəklində olan feil zaman şəkilçisi qəbul etmir, zamanlar üzrə dəyişmir. Lakin məzmununda gələcək zaman anlayışı var. Bu il Qubaya gedəsiyik. Burada görürük ki, hələ baş verməmiş hərəkətdir. Hələ bu iş icra olunacaq. Gedəsiyik formasında işlənir. Dərsimiz bitdi. Diqqətinizə görə təşəkkür edirəm.